ömürlük məhkumların həbsxana hekayələri. Həbsxana divarları arxasından həyat başqa cür görünür. Onlar üçün dünya tam deyil. Çünki dəmir barmaqlıqlar arxasından gördükləri və onlara azad həyatı xatırladan səma da barmaqlıqların imkan verdiyi ölçüdədir. Elə məhkumlar var ki, cəza müddəti başa çatdıqdan sonra seyr etdikləri bu azad səmaya qovuşmaq imkanı əldə eləyir. Amma elə məhkumlar da var ki, azadlığa, azad səmaya ancaq tikanlı məftillər arxasından boylanmağa məhkum ediliblər. Onlar ömürlük məhkumdular. Onlar insana verilə biləcək ən ağır cəzanı çəkirlər. Əliyev Babək Nurəlioğlu Bakı şəhərində anadan olub. Ailədə 4 uşaq olublar. Orta məktəbin 5-ci sinifinə qədər dərslərini yaxşı oxusa da, sonradan təhsilə fikir verməyib. Bəzi avara uşaqlara qoşularaq məktəbdən uzaqlaşıb. Elə o səbəbdən ömürlük məhkum, natamam orta təhsillidir. 9-cu ildən sonra işlə məşğul olmuşam. Getdim əskəriyə, əskərlikdən sonra da belə deyək də özümə bir sənət seçmək istədim. O da hansı sənətə əlimə atdım, gördüm, yox, alınmır. Əziyyəti çoxdur, qazancı azdır. Babək əskərlikdə də dinc oturmayıb. Dediyinə görə nizam-intizamı pozduğu üçün dəfələrlə cəzalandırılıb. Tez-tez hauf vaxtda cəza çəkən Babəkin bəlkə də ağlına gəlməzdi ki, nə vaxtsa ömürlük məhkum olacaq. Əskərlikdə sakit dayanmamışam. Bir saat hərbi hissədən o bir hərbi hissəyə perevod ediblər. Birində bir dənə naruşeniya keçdi, o perevod ediblər başqa əskərliyə, başqa hərbi hissəyə. Hərbi hissədən hərbi hissəyə dəyişmişəm. 4-5 dənə hərbi hissə olub. Rəngkaranda olmuşam, Qalada olmuşam, Sumqayıtda olmuşam. Qulmaqda düşürsən, yəni? Qulmaqda demək olar ki, əsfərin ömrü başlı qulmaqda keçib. Babək əskərlikdən qayıtdıqdan sonra bir neçə işlə məşğul olub. Amma zəhmətə qatlaşmaq və hər şeyi alın təri ilə əldə etməyin lazım olduğunu düşünməyib. Az zəhmətlə çox pul əldə etmək istəyi və hərisliyi onu cinayətə sövq eləyib. Belə bir dövrdür ki, gəzmək istəyirsən, istəyən dolanışın yaxşı olsun, hər şeyin olsun. Bu zəhmət ömrü gördüm, yox, məsələn, birdən bir əldə eləmək olmur. İstəyirsən elə birdən əldə eləsin, o da gəldi belə çıxdı. Adətən 4 divar arasında cəza çəkən məhkumlar kaşkilərlə yaşayır. Gələcək həyatla bağlı planlar qururlar. Amma ömürlük həbsə məhkum olan dustaqların nə gələcəklə bağlı planları, nə də ki, kaşkiləri olur. O dövrdə ömürlükdən kaş ki, keçdi, getdi. Ömürlükdən onu fikirləşmirək. Kaş ki, belə olaydı, geçdi. Fikirləşdim ki, nə demək olar ki, daha yaxşı olsun. Nəyə can atmalısan, nə etməlisən, nə çalışmalısan, hansı işi çalışmalısan, görməlisən ki, daha yaxşı olsun. Daha çox kaş ki, dövrü keçdi, getdi. 21 yaşında elədiyi qatı cinayət səbəbindən o ömrünün qalan hissəsini həbsxanada keçirəcək. Amma ən dəhşətlisi odur ki, onun törətdiyi cinayət təkcə özünün yox, anasının da həbsi ilə nəticələnib. Günahı eləyəm, cinayət eləyəm mən, anam da əlbir kimi tutdular. Daha doğrusu təşkilatçı kimi. Bu cinayət nəticəsində Babəkin anası 15 il azadlıqdan məhrum edilib. Hakim hökmü oxuyanda məhkəmə salonunda qarışıqlıq düşdüyü üçün məhkum qadın oğluna neçə il iş oxunduğunu eşitməyib. Anası ilə son görüşündə Babək ona ürək-dirək vermək üçün ömürlük cəza aldığını gizlədib. Bəlkə də bu hərəkəti ilə o, anasının dərdini yüngülləşdirmək istəyib. Məhkəmə zalında hayküy qalxdı və anam elə dedi ki, mənə 15 il cəza verdi.
avtozakla həbsxanaya gələndə, Bayıl türməsinə gələndə, ona da bilmirdi. Sonradan bildi ki, mən ömürlük verilib. Əvvəl bildi 15 ildir. Mənə maşında soruşdu ki, və səni hara aparırlar? Çünki biz ayrı-ayrı təcrüxanalardaydık. Dedi, bəs səni niyə bizim türməyə aparırlar? Dedim, iş alandan sonra ora aparırlar. Məhkumun 15 il cəza veriləndə, ağır cüzok veriləndə ora aparırlar. Onu da bilmirdi ömürlüyə. Ondan sonra... Söhbət zamanı Babək ən çox anası ilə bağlı xatirələrdən danışdı. Dediyinə görə anası onu evləndirmək istəsə də, o hələ bu barədə danışmağın tez olduğunu bildirib. İndi 4 divar arxasında ömürlük cəza çəkən və 15 ildir ki, anasını görməyən məhkum bəlkələrlə yaşayır. Bəlkə də anasının sözünü yerə salmasaydı, bu gün 4 divar arasında yox, ailəsinin yanında olardı. Bir neçə yerə seçmişdim, namizədləri çox idi. Seçmişdi, elçiyə yemək qərarına gəlmişdi. Elçiliyə getmək fikirləri var idi, amma dedim, mənim o yaşım deyil. Tələsmirdim. Gələn biri qabaqda da. Hələ bir 30 yaşında da, 30 yaşında, 35 yaşında evlənəm. Evlənsəydim daha fikirlərim daha dəyişərdi. Məsuliyyət insan özündə hiss eləyərdi. Kiməsə görə cavabdehlik hiss eləyərdi. Öz ailəsinə görə cavabdehlik hiss eləyərdi. Və fikirləşərdi, səhərisi gününü fikirləşərdi ki, bu cinayətə əl atsam, özündən çox ailəsini fikirləşərdi ki, ailəsi qalardı sözdə. Ona görə cinayətə əl atmazdı. Həbsxana həyatını orada yaşamadan təsəvvür eləmək mümkün deyil. Dustaq həyatını da bu taleyi yaşamadan duymaq, hiss etmək çətin məsələdir. Ömürlük məhkum həyatı yaşayan Babək üçün görəsən ömürlük həbs nə deməkdir? Ömürlük məhkum
Bütün ömrünü dörd divar arasında keçirən insan. Ömrünü bala vermiş insan. İnsanın bu dörd divarda ən çox təsir edən odur ki, köməyə ehtiyacı olan yaxınlarına, doğmalarına, əzizlərinə heç nə eləyə bilmir. Heç bir kömək göstərə bilmir. Dörd divardan ibarət dustaq kamerasının dəmir barmaqlıqlı kiçik pəncərəsi də olur. Bir çox dustaqlar üçün bu kiçik pəncərə azad həyata açılan pəncərədir. Amma bir ömürlük məhkum üçün bu pəncərə məfhumu demək olar ki, yoxdur. Adi dustağa azadlığa açılan bu pəncərə ümid bəxş edib, azad həyata qayıdacağını xatırlatsa da, ömürlük məhkum üçün bu pəncərə acıdan başqa bir şey deyil. Pəncərədən o azad həyat necə görünür? Ömürlük məhkumları demək olar ki, görünmür. Balaca pəncərə baxmaqdansa baxmamaq yaxşıdır. İnsan daha da pis olur, daha da kövrəlir. Çölü yada saldıqca daha da pis olur. İnsan ümidsiz yaşaya bilmir. Hər şeyə ümid edilməsə, onun olması bəzən mümkün olmur. Babək də həbs edildiyi zaman ümidlə yaşasa da, sonradan onun azadlıqla bağlı ümidi yavaş-yavaş sönməyə başlayıb. O, hətta ilk günlərdə həbsxanadan qaçaraq azadlığa qovuşmaq fikrinə də düşüb. İlk günlər insan ümid edir. Ümid edir ki, nə vaxtsa azadlığa çıxacaq. Nə vaxtsa qanunda dəyişiklik olacaq, azadlığa çıxacaq. Yenə öz doğmaların əzizlərinə qovuşacaq. Amma illər keçsə bu ümid yavaş-yavaş sönür. Rəzil ömür hökm olanda istəyəsin elə bir dövrədir ki, insanın hələ o şokdan ayrıla bilmir ki, ömürlüyü almışam mən. Çıxmaq istəyir, azadlığa çıxmaq istəyir, qaçmağa cəhd göstərər. Amma sonra uca baxırsan ki, xeyli yox. Reşikada, pəncərədə heç nə deyə bilmərsən, qapıda bağlıdır. Ömürlük məhkum həyatı yaşayan Babək üçün azadlıqda yaşadığı illər artıq keçmiş həyat sayılır. O ömrünü iki hissəyə bölür. Keçmiş həyat və ömürlük məhkum həyatı. Keçmiş həyatını zindanda unutduğunu desə də, onu bu həbsxana həyatında ən çox narahat edən azadlıqda, yəni keçmiş həyatında qalan doğmaları və yaxınlarıdır. Uşaqlığı demək olar ki, qalıb o bir həyatda. Türməyə həbsə ömürlüyə düşünərkən olan yaşayış ayrıdır. O keçmiş həyat. Babəkin unutmağa çalışdığı keçmiş həyatındakı qohumları onu unutmur. Azadlığa heç vaxt qapısı açılmayacaq ömürlük məhkumun həbsxana qapısını ara-sıra elə öz qohumları açır. O, həbsxana həyatında yaxınları və doğmaları üçün narahat olduğu qədər, elə yaxınları və doğmaları da onun üçün narahat olur. Amma bir çox məhkumlar kimi Babək də bəzi yaxınları tərəfindən əməlli başlı unudulub. Xanım uşaqlarıdır, hamısı gəlib gedirlər, tanışları, dostları var, gəlib gedirlər, sağ olsunlar. Bu sınaq idi. Deməli, onlar elə bir bəhanə axtarmışlar ki, üz versinlər. Elə yaxşı insan dar gündə tanınlar. Belə bir gündə dəstək olurlar. Birində seçildi ki, kim həqiqətən də canı yanandır, kimsə yox. Nə işlə, üz çevirənlərə də, gələnlərə də Allah köməkləri olsun. Yad eləsələr də sağ olsunlar, yad eləsələr. Ana adı çəkilən kimi hər kəsin ürəyindən xəfif bir həsrət keçir. Babək də anası haqqında danışanda fikrə gedir, səsi titrəyir. Elədiyi cinayət səbəbindən anasının da azadlığını əlindən aldığı üçün onun peşmançılığı 2 qat artır. Bəlkə də bu səbəbdən həmişə əfv fərmanlarını izləyəndə səbirsizliklə anasının adını bu siyahıda axtarır. Mən əminəm ki, onun üçün ona 2 qat təsir, ağır təsir göstərir. Çünki istərsəməz anaya övladından ayrı qalmaq daha ağır cəzadır. Nəinki onu kəsilən cəza.
Əliyeva Sevda, 15 il. 13-cü ildir ki, burada cəza çəkirəm. Oğlum ömürlükdədir. 15 ildən, mən 15 il almışam. 13-cü ildir ki, mən övladımı görmürəm. 8 ildən sonra ondan telefon danışığı danışdım. Mən onun səsini tanımadım. Elə bir ki, böyümüşdü, tamamilə başqa bir insan idi. Bu faciəli mənzərə həbsxana həyatının nadir hadisələrindən biridir. Ana özü həbsxanada ola-ola başqa həbsxanada cəza çəkən oğlunun dərdini çəkir. Elə oğul da özü həbsxanada ola-ola məhkum anasına görə çox narahatdır. Ana oğlun, oğul isə ananın daha tez əfv olunmasını, azadlığa çıxmasını istəyir. Hər dəfə də televizorda, radioda belə deyək, bu əfv fərmanları, amnistlər barədə işləndə istərsiniz hər bir məhkum sevinir ki, şükür Allah, kimsə əffə düşdü, getdi, kimsə çıxdı. Hər dəfə onların siyahısında adlar çəkiləndə və yaxud qazetdə adları çıxanda axtarım ki, ümid edirəm, güman edirəm ki, bəlkə də qurban olmalı, Allahın köməyi ilə, prezidentin xeyirli ilə, bəlkə anamın adı düşdü ora. Deyirlər həbsxanaya yaz gec gəlir. Həbsxanada təbiət də gec oyanır. Babək 15 ildir ki, yazı həbsxanada qarşılayır. Yazın gəlişi ilə onun qəlbində bir ümid oyanır. Yazın isti nəfəsi ilə onun qəlbində cücərən bu ümid azadlıqla bağlıdır. Yaz fəsli, təbiət oyananda, yeni həyat oyananda insanın ümidi daha da çox artır. Ağaclar çiçəkləndiyi kimi bir gündə bəlkə mən də azadlıq çıxaram. Bir çox məhkumlar başına gələnləri alın yazısı kimi qəbul eləyir. Amma Babək alın yazısına inanmır. Onun fikrincə, hər şeyi alın yazısı, qismət kimi qəbul eləmək insanı özünü aldatması deməkdir. Atılan səhv addımların birbaşa günahkarı insan özüdür. Zindan həyatı yaşayan insan xoşbəxtliyin və yaxınların qədrini daha yaxşı bilir. Alın yazısı mənim fikrimcə, alın yazısı deyilən bir şey yoxdur. İnsan hər hansı bir hadisəni söylədir, sonra deyir, bu qismət imiş, bu alın yazısıymış. Yoxdur elə bir şey. Bu sadəcə olaraq düşüncəsiz hərəkət. Qabaq düşünülməmiş bir hərəkətdir. Belə deyək, bir növ özümüzə təsəlli tapırıq. ki, bu qisməti belə imiş, belə alınmalıymış. Rezonans bəzən bilərəkdən,
məhkumun elədiyi cinayəti yada salıb araşdırmır. Uzun illərdən sonra ona yenidən nəzər salmır. Bəzən bunu məhkumların özləri də istəmir. Ömürlük məhkum Babək Əliyev də elədiyi cinayəti yada salmaq istəmir. Uzun illərdən sonra artıq qaysaqlanmış yaranın özəyini qopartmaq və neçə-neçə insana yenidən ağrı vermək istəmir. Bir sözlə, onun tutduğu bəd əməl danışılası deyil. Əgər cəza böyükdürsə, ömürlükdürsə, deməli baş vermiş cinayətin miqyası da, ağrısı da böyük olub. Məhkum törətdiyi cinayətdən danışmaya bilər. Əsas odur ki, o elədiyi həmin cinayətin həm fiziki, həm də mənəvi cəhətdən cəzasını, ağrısını çəksin. Onun peşmançılığını yaşasın. Dahilərdən biri deyir, bədbəxtlik onda deyil ki, xoşbəxtliyə rast gəlməmisən. Bədbəxtlik ondadır ki, xoşbəxtliyi əlində saxlaya bilməmisən. İnsan yaxşı günlərini, yaxınlarının qədrini, dəyərini burada daha çox yaxşı bilir, itirəndən sonra. Fotoşəkillər müəyyən anların, xoş günlərin lentə köçürülmüş surətidir. Fotoşəkillər məhkumlara azad həyatı xatırladan yeganə vasitədir. Adətən məhkumlar gün ərzində dəfələrlə bu fotolara baxıb keçmişi xatırlayır və şəkildəki doğmalarına qovuşacağı günü arzulayırlar. Amma Babək üçün doğmalarının şəkillərinə baxmaq da bir işgəncədir. Çünki o, azadlığına və doğmalarına qovuşa bilməyəcək ömürlük məhkumdur. Ömrün heç bir şəkil saxlamır. Şəkilə baxdıqca insan daha da sıxılır. Daha belə bir... Bu... Deyirləri başa qaçır, ağlını itirir. Ağlını məsələn çox fikirləşməkdən itirir. Əsasən də ona görə ki, o yaxınlarının doğmalarını görür. Gördükcə mülayəli çatmadığını başa düşür, dərk edir. Çıxılmaz vəziyyətdə qaldığını anlayandan sonra itirir. Mən ona görə işini saxlamam. Pis təsir göstərir insana. İnsan vurduğu bəlkə də şəkillərə baxır, ümid bağlı ki, səhər çıxacaq. Və bunlara dəstək olacaq, bir kömək edəcəm, amma əməl edir. Ben əks təsir göstərir, indi adına Murad. Çünki dərk edirəm ki, bu ömürlükdən çıxış yolu çətin. Həbsxana həyatı hər yerdə eynidir. Dörd divar, eyni keçən günlər, dəmir barmaqlıqlar. Digər məhkumları hər keçən gün azadlığa bir addım da yaxınlaşdırır. Amma ömürlük məhkumlar üçün sadəcə bir ümid var. Bu ümidə çatmaq üçün onlar nə az, nə çox, düz 25 il cəza çəkməlidirlər. Rus adamı bu dörd divarda belə deyildi, bu ömürlükdə ən çox adamı bezikdirən eynilikdir. Hər gün eyni şey. Qanunvericidə var ki, 25 il gərək cəzasını çəkən, ondan sonra yenidən cəza təyin oluna bilər və yaxud şərtli azadlığa buraxıla bilər. 25 ili gözləyirlər. Babək 15 ildir ki, həbsxana həyatı yaşayır. Görəsən uzaq keçmişdə qalan azad Babək, ömürlük məhkum Babəkə indi necə görünür? Görəsən 15 illik məhkumluq həyatı ona nələri öyrədib? Gələcəyini düşünməyən adam. Bugündən yaşayan insan idi. Bugün var, yeyim, içim, gəzim, dolanam, səhər Allah karımdır. Elə bir insan idi. Amma indi yox. İndi hər bir addımda fikirləşən, gələcəyini fikirləşən insandır ki, səhər bu addım atım, elə bir addım atım ki, kiməsə zərər toxunmasın. Babək törətdiyi əməldən çox peşmandır. Nəticəsini düşünmədən atdığı addım onu ömürlük məhkum eləyib. Ömürlük zindan həyatı yaşayan məhkum azadlıqda olan və cinayət astanasında duranlara kiçik bir məsləhət də verdi. Otur evdə, qapını da bağla. Heç ara çıxma. Telefonu zadda yığışdır. Bir otaqda. Gör bir həftə qala bilirsənmi? Bu addım atmamışdan qabaq, hər hansı bir cinayətə əl atmamışdan qabaq. Bağlı qapı arxasında qal yenə, görün bir həftə qala bilirsənmi? Mən o vaxt desəylər, mən mümkün deyil. Bir gün evdə saxlamaq, bağlı qapı arxasında saxlamaq mümkün deyil mən. Bir yol tapıb çıxmalıydı. Amma indi məcbur. Babək nə vaxtsa azadlığa qovuşacağına inanmır. Dörd divar arxasında o, ancaq keçmişdə buraxdığı səhvləri, nəfsinə güc gələ bilmədiyini düşünür.
Onu narahat edən məsələlərdən biri də hər bir övlad kimi anasına xoş günlər bəxş edə bilməməsidir. Kişi ömrü boyu gələk həyatda 3 qadını xoşbəxt edir. İlk növbədə anasını, ikinci növbədə bacısını və həyat yoldaşını. Bunlara xoşbəxt edilməlidir. Məndə heç bir alınmadı. Söhbətin sonunda rezonans vasitəsilə 12 ildən sonra anasını görə bilən Babək bu dəfə də verilişin yaratdığı imkandan istifadə eləyib məhkum anasına son sözlərini çatdırdı. Səbirli olsun, dözümlü olsun. Pis günlər yaz olar. İnşallah bu gün də gəlib gedər. Tezliklə yenə qovuşarıq. Görüşərik. Göydə Allahın, yerdə yaxşı insanlara sayəsində inşallah yenə görüşərik. Bu da bir məhkumun taleyi. 21 yaşında törətdiyi cinayət səbəbindən anasını da 15 il azadlığa həsrət qoymuş bir insanın faciəsi. Söhbət boyu Babək özünü tox tutmağa çalışsa da tez-tez boğazı quruyurdu. Fikirlərini toplaya bilmirdi. Söhbət zamanı daha çox anasından danışması onun çox peşman olduğunu və istirab çəkdiyini göstərirdi. Sonda üzünü anasına tutub mən sənin göz yaşlarına dəymərəm deməyi də bir çox mətləblərə aydınlıq gətirirdi. Ben onu demiş, ağlama, səbir olun, inşallah yaxşı olar. Mən sənin göz yaşlarına dəymərəm. Rezonans göstərdi. Allah göstərməsin. Mübariz Əsgərovun telelayihəsi. Məhkumlardan ibarət yaradıcı qrup, şəxsən Azərbaycan Respublikası Ədliyyə Naziri cənab Fikrət Məmmədova və Azərbaycan Respublikası Milli Məclisi Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri, millət vəkili Əli Hüseynliyə dərin təşəkkür edir.